Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiyanın şok Qarabağ planı. Putin görün nə istəyir? Artıq Ermənistan və Azərbaycan. Paşinyana dəstək. Sezarlar Ermənistana verildi. Bu tarixdə nümayiş olunacaq. Rusiya Ermənistanı qara siyahıya daxil etdi. İki ölkə hücum edib. İran müharibəsində gizli əməliyyat üzə çıxdı. Moskva yönümlü radikal qüvvələr Ermənistanın maraqlarından yox, Rusiyanın maraqlarından çıxış edir və ölkəni vasitə kimi istifadə edirlər. Telegraf xəbər verir ki, bunu erməni siyasi ekspert Ruben Babayan deyib. Ekspert bildirib ki, bu qüvvələr ümidlərini seçkilərə yox, seçkidən sonraki inkişaflara bağlayırlar. Rusiya düşünür ki, bu torpaqlar onundur. Amma Rusiyaya inteqrasiyanı təbliğ edənlər görmürlər ki, bugün Rusiya tədric edilmiş ölkəyə çevrilib. Rusiyada deyirlər ki, bizim üçün seçkilərin necə keçməsi o qədər də vacib deyil. Vacib olan baş nazirin kim olacağıdır. Rusiya daim biz olmasaq sizi yeyəcəklər, öldürəcəklər qorxusu yaratmağa çalışır. Babayanın iddiasına görə Rusiya yenidən Qarabağı Ermənistan və Azərbaycan arasında münaqişə vasitəsinə çevirməyə çalışır. Rusiyanın olmaması sülh deməkdir. Rusiyanın mövcudluğu isə müharibədir. Əgər biz özümüzə onların prizmasından yanaşsaq, yenə kiminsə müstəmləkəsi olacağıq. Nərd oynaya-oynaya böyük Ermənistan xəritəsi nostalgiyasına qapılacağıq. Babayan əlavə edib ki, bu baxımdan iyunun 7-sində keçiriləcək parlament seçkiləri Ermənistan üçün mühüm an olacaq. Bu talih yüklü seçkilərdir. Müstəqil dövlət olmaqla müstəmləkə arasında qərar verəcəyik. Nikol Paşinyanın siyasəti Ermənistanda daxili gərginliyin kəskin artmasına və xalq üsyanlarına səbəb ola bilər. Bu ölkədə hakimiyyət dəyişikliyi ilə də nəticələnə bilər. Bunu isə Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib. Başa düşdüyüm qədər Paşinyan müəyyən fayda əldə etmək üçün iki stulda oturmağa çalışır. Çox güman ki, ölkə yox, özü üçün. Yoldaş baş nazir qəribə addımları ilə ölkədə bölünmə və xaos yaradır. O bildirib. Çepa qeyd edib ki, son hadisələrdən biri Ermənistanın Avropa İttifaqına üzvlüyə hazır olması ilə bağlı açıqlamadır. Bağışlayın, amma bu sadəcə cəfəngiyatdır. Ümumiyyətlə görünür Paşinyan hər şeyə birdən nail olmağa çalışır. NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Avropa İttifaqı. Bu mümkün deyil. Üstəlik, bunun bütün ölkə üçün ciddi nəticələr olacaq. Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Ermənistan ərazisindəki hərbi bazamız, eləcə də Ermənistan tərəfinə bəzi təchizatlar barədə çox ciddi düşünməliyik. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Buğda, alüminium, çörək, günəbaxan yağı, dərman və bir çox digər malların idxalının əhəmiyyətli hissəsini məhz Rusiya təşkil edir. Paşinyan öz addımları ilə cəmiyyətdə gərginlik yaradır. Bu fəaliyyətlərin nəticəsi Paşinyanın vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər. Üstəlik, daxili siyasi proseslərin nəticəsi kimi yox, qəzəbli və məyus xalqın iradəsi ilə. Ermənistan Fransadan ilk Sezar artilleriya sistemləri alıb. Bu barədə Defes 24 məlumat yayıb. Məlumatda bildirilir ki, Sezarların Ermənistana verilməsi təkcə hərbi təchizat yox, Fransanın Cənubi Qafqaza daha geniş miqyaslı hücumunun bir hissəsidir. Paris regionda Rusiyanın təsirini zəiflətməyə və Ermənistanın uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevrilməyə çalışır. Bildirilib ki, Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konkret hərbi əməkdaşlığa doğru inkişaf edir. Sezarların ilk partiyası artıq Ermənistanın əlindədir və Respublika günündə keçiriləcək paradda təqdim etməyə hazırlaşırlar. Məlumatlara görə Ermənistan Fransadan 36 ədəd Sezar almaq istəsə də, nə qədər artilleriya sisteminin çatdırıldığı məlum deyil. Hərçənd istiqamət məlumdur. Ermənistan Fransa artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, ümumilikdə hərbi təchizatda qərb standartlarına doğru irəliləyir. Ermənistan baş nazirinin müavini Miguel Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana səfər edən nümayəndə heyətini qəbul edib. Komanda Tramp marşrutu və ya tripin keçəcəyi ərazinin araşdırılmasına başlamaq üçün Ermənistana gəlib. Şirkət baş nazirinin müavininə hazırlanacaq texniki iqtisadi əsaslandırma üzrə görülən işlərin əsas istiqamətini və gözlənilən nəticələri təqdim edib. Miguel Qriqoryan trip layihəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq görülən işlərə diqqət çəkib, regional kommunikasiyaların açılması imkanları barədə məlumat verib, yüklərin və resursların Ermənistan ərazisindən tranziti üçün böyük potensialın olduğunu vurğulayıb. Rusiya Ermənistanı vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələr siyahısına daxil edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyansev bildirib. Diplomat yerli mediaya deyib ki, Rusiya vətəndaşları xarici səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ya ABŞ-yə ekstradisiya olunmaq riskini unutmamalıdırlar. Təkcə Avropa İttifaqında deyil, həm də daha geniş kontekstdə bir çox dövlətlərin ekstradisiya və saxlanılma ilə bağlı müəyyən öhdəlikləri var. Bütün bunlar insanların xaricə səyahət edərkən üzləşə biləcəyi riskləri qiymətləndirərkən nəzərə alınmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumata görə ABŞ-nin tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fiji, Şri Lanka, Liberiya və Marakeş daxildir. Həmçinin Xarici İşlər Nazirliyi əlavə edib ki, bu siyahıya ABŞ ilə ekstradisiya müqavilələri olan bütün ölkələr daxil deyil. Səudiyyə Ərəbistanı müharibə zamanı İranın hücumlarına qarşı gizli cavab addımları atıb. Bu barədə Reuters agentliyi 2 Qərb və 2 İran rəsmisinə istinadən məlumat yayıb. Agentlik yazır ki, Səudiyyə ilk dəfə İran ərazisində birbaşa hərbi əməliyyatlar həyata keçirib. Qərb rəsmilərinin sözlərinə görə Səudiyyənin hərbi hava qüvvələri ilə hücumları mart ayının sonlarında baş verib. Onlardan yalnız biri Səudiyyə Ərəbistanına zərbə endirilməsinə qarşı qisas hücumu olaraq açıqlanıb. Agentlik hansı hədəflərin vurulduğunu təsdiqləyə bilməyib. Səudiyyənin Xarici İşlər Nazirliyi isə agentliyin məsələ ilə bağlı sorğusuna cavab verməkdən yayınıb. İran Xarici İşlər Nazirliyi də bu məsələni şərh etməkdən imtina edib. Wall Street Journal qəzeti də Birləşmiş Ərəb Əmirliklərinin İrana hərbi hücumlar həyata keçirdiyini yazıb. Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin birgə əməliyyatları gizlilik formatında baş tutub. Hər iki ölkə bu əməliyyatlarda iştirak etsə də yanaşmaları fərqlidir. Birləşmiş Ərəb Əmirlikləri daha sərt mövqedən çıxış edib və Tehranla nadir hallarda diplomatik təmaslar qurub. Səudiyyə isə münaqişənin daha da şiddətlənməsinə qarşı olub və Tehranla müntəzəm əlaqə saxlayıb. İran və Qərb rəsmiləri təsdiqləyib ki, Ər-Riyad hücumlarla bağlı Tehranı məlumatlandırıb.